Mərhəmətli və rəhimli Allahın adı ilə. Bugün xeyirxahlıq sərhəd tanımır. Dualarımız qitələri aşaraq məzlum qəlbləri birləşdirir. Rahma for Umma fondunun Nəcib dəstəyi və Al-Baraka Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə zəkat yardımlarımız Arakanın unudulmuş kəndlərindən Qəzzanın məzlum küçələrinə qədər bir ümid körpüsü salır. İlk dayanacağımız Arakandır. Burada ehtiyac sahibi ailələrin çöhrəsində yaranan kiçik bir təbəssümə şahidlik edir. Qardaşlarımızın Azərbaycan üçün etdiyi səmimi dualara amin deyirik. Amin ya Rabbel alemin. Zəkatlarınız bu uzaq coğrafiyada minlərlə qəlbi isidir. Bu mərhəmət yolu bizi həm də Qəzzaya, hər anı ağır sınaqlarla dolu olan, səbri ilə dünyaya örnək olan qardaşlarımızın yanına aparır. Payladığımız bu zəkatlar sadəcə maddi bir yardım deyil. Bu, Azərbaycan xalqının ən çətin günlərdə qardaşının yanında durmaq əzmi və müqəddəs vəfa borcudur. Allah sizdən razı olsun. Bizi bu çətin günlərdə tək qoymadınız. Rahma for Umma fonduna və bu yardımı bizə çatdıran hər kəsə dərin təşəkkürümüzü bildiririk. Dualarımız sizinlədir. Rəbbimiz xeyrinizi qəbul etsin. Sizi hər zaman qorusun. Uca Rəbbimiz bu nəcib addımı atan xeyriyyəçimizdən razı olsun. Edilən hər bir duanı zəfər və bərəkət müjdəsi eyləsin. Zəkatlarınız dərgahında ən gözəl şəkildə qəbul olsun. Amin.